Həsən Bəsri haqqında da yəni, rəvayətlərdə özüm oxumuşam. Bilməm, indi sənədi nə dərəcədə düzgündür, yoxsa yox. Bəlkə də o Həsən Bəsri deyil, Həzrət Əlinin dövründə yaşamış Həsən Bəsridir. Ki, Həzrət deyir, qoşunla birgə idi, ya bir cəmiyyətlə idi Həzrət Əli əleyhissalam. Çaydan su götürdü, dəstəmaz alandan sonra o qabda qalmış artıq suyu yenidən çaya tökdü. Yerə tökmədi ki, yəni də israf olmasın da. Bu Həsən Bəsri deyir ki, ya Əli, ya Əmir Əli, sən niyə elə etdin? Deyir ki, bəs israf olmasın da. Qayıdır ki, sən bu qədər müsəlmanın qanını tökürsən, o israf deyil. Çayın suyu deyirsən, israfdır. Həzrət qayıtdı, buyurdu ki, bəs niyə onlara kömək eləmirsən? Əgər bəs mən onların qanını tökürəmsə, dur ki, onlara kömək elə də. Deyir, mən istədim qılıncımı götürüm, gedirdim onlara kömək etməyə. Hatifdən bir səs gəldi ki, qatil də cəhənnəmlikdir, məqtuldur. Yəni, hər iki tərəf cəhənnəm əhlidir. Şeytan deyib. Deyir, o sənin qardaşın şeytan deyib. Şeytanın da sözüdür, bən. Şeytanın sözüdür. O Quranda ona oxşar qəşəng bir dənə ibarət var, acı deyir. Bəni İsrailə deyir də, deyir, siz bəgər, məsələn, Cümə surəsində deyir ki, Ya eyyuhəl-ləzin hadu inzəantum ənəkum nabidayulillah fətəmənnəvül mavt. Əgər siz Allahın dostu hesab edirsiniz sözü, ölüm üstündə gedin Allahın yanına. O birisində də deyir ki, deyir, fəlimə təqtilun ənbiya Allah. Əgər siz Allahın dostusunuzsa, Allahın dinini müdafiə edənsiniz, Allahın peyğəmbərlərini öldürürsünüz. Onlar şərh kəsirdilər ki, biz o vaxt peyğəmbərləri qəbul edirik ki, bir qurban gəlsin bizə. Yox, biz qurban kəsək, bir od gəlsin, o qurbanı yandırsın, qəbul olsun, onu da bilərək ki, sən haqsan. Allah da deyir ki, Quranda, bəs əvvəlki peyğəmbərlərin dövründə bu işi gördünüz, qurban kəsdiniz, od da gəldi, yandırdı. Sizin qurbanınız qəbul. Niyə öldürdünüz onu? Ya, onları da öldürdünüz, bəli.